Salam. Bugün herkes salamlayıram. Bugün 16 may 2025. Uşaqlara pul verdim, getdim özlərinə marojin alsınlar. Getdiyə 2 dənə marojin aldı. Biri də 60 qəpikdir. Söhbət o 60 qəpikdən getmir. Yeri də gəlsə bəli, 60 qəpik az pul deyil. Bununla 4-5 dəfədir mən marojin alıram. Baxın, içərisində heç nə yoxdur. Bu firmanın da adını mən bilmirəm nədirsə. Bu firmanın sahibi. Allah sizin bəlanızı versin. Bax sizin də nəvələriniz var, sizin də uşaqlarınız var. Salamat bu marojinu yeməsin. Sizin nəvələriniz bu marojinu yeməsin. Bax uşaq alır peşman olur. Bir də belə baxıram ki, firmada günah yoxdur. Günah onun satanındadır. Satanında 3 dəfədir gelib şikayət edirsən ki, bax marojinin içərisində işlət yoxdur. İkincini gələn o firmanın sahibinin gözünə soxur ki bunu. Deyirsən bax şərəfsiz. Bax bu marojini mən xalqa necə satım? Necə satım? Onun dərdindən baxın, baxın. Adam peşman olur marojini yeməyə. Peşman olur. Allah sizin bəlanızı versin. Aha. Firmanın burada da baxın. Deyir bəlkə bunu yeme olacaq. Heç yiyənməyəsiniz. Bununuzun deşiyindən gəlsin.